Salam dostlar, hoş gördük. Kanalıma hoş geldiniz. Bugün yine sizinle maraqlı bir mövzuyla görüşünüze geldim. Bugün ben kısa olsa iki mövzu hakkında danışacağım. Məlumdur ki, qarşıdan Ramazan ayı gəlir. Hamımızı Ramazan ayının gəlməsi münasibətilə təbrik edirəm. Hamıya can sağlığı, möhkəm can sağlığı arzu edirəm. Arzu edirəm ki, hamı rahat rahat orucunu tutabilsin. Allah qəbul eləsin. Və bildiyimiz kimi oruc Allah üçün onun bir ibadətidir. Amma ki, oruc Allah üçün onsuz çox sağlamalı, çox böyük xeyirləri vardır. Amma ki, deyirəm ki, biz orucu maddi üçün deyil, sırf Allah üçün tuturuq. Allah qəbul etsin. Demək məlumdur ki, biz oruc vaxtı sübhdən axşama qədər biz ac qalırıq. Yəni oruclu olduqdan. Ona görə də yəni orucun faydaları haqqında nə yeyək, nə içək bu barədə demək olar ki, hər el danışır. Mən danışıram, hamı üstünə kimi hamı danışır. Demək bunun əsas faydası odur ki, biz səhərdən axşama qədər yəni ac qalırıq. O zaman hüceyrə də ac qalır və sağlam hüceyrə xəstə hüceyrə yeyir. Demək ki, beləliklə və xəstəliyinə can qurtarmaq olar. Demək ki, sağlam hüceyrə xəstə hüceyrəsi yeyir, onunla qidalanır və xəstə hüceyrə məhv olub gedə bilər. Ona görə də demək ki, oruç tutmağın böyük əhəmiyyəti vardır. Bir də bir şey qeyd etmək istəyirəm. Çox danışmaq istəyirəm ki, bu barədə hələ mən danışıram. Mənim YouTube kanalımı görürsünüz ki, orada bir neçə belə video var. Demək məlumdur ki, görürsünüz ki, biz iftar açanda birinci açıq onu şorba ilə, əslində mərci şorbası ilə. Heç olmasa bir çömçə də olsa mərci şorbası yemək lazımdır. İndi bunun nə üçün deyim? Ne üçün biz mərci şorbası ilə iftarımızı açırıq? Düz deyirsə aslında bir qudum su içirik, xurma yeyirik. Ancaq onun dayıca mərci şorbası hökmü olmalıdır. Niyə? Ona görə ki, mərcidə həm fol turşusu var, həm də bir qrupda dəmir var. Həm fol turşusu var, həm də dəmir var. Ona görə də o orucu açmaq lazımdır mərci şorbası ilə. Bu orqanizm üçün çox faydalıdır. Demək ki, buna görə də bunun bir elmi əsası var ki, demək ki, niyə orucu mərci açmaq lazımdır. Yəni, onu da qeyd edim ki, orucu açan kimi bəzi adamlar var ki, şixəylərlər, siqaret çəkən, orucu açan kimi heç su içməmiş, başlayır siqaret çəkməyə. Bu çox təhlükəli bir hərəkətdir. Bu zaman nikotin qana düşə və ölüm baş verə bilir. Ona görə də əvvəl orucunuzu açın, bir şeylər yiyin, sonra siqaret çəkərsiniz inşallah. Və yaxşı olar ki, siqareti tərk edirsiniz. Əgər səhərdən axşama siqaret çəkmirsinizsə, demək ki, həmin ərəfədə siqareti tərk etmək olar. Sonra bunu demişəm, yenə deyirəm də, oruç zamanı səhər məsələn, o başdan dururuq. Şirinət yemək, şirin çay içmək bunlar eləməyin, çünki gün ərzində bu sizə susuzluq verə bilər. Məsələn, şirinət qəti yemək olmaz, bir dənə xurma, ondan sonra nəsə yüngül bir şeylər. İftarda da məsələn, əvvəlcə şorba ilə başlayacaq, sonra salat, sonra da əsas yemək. Məsələn, mərcidən qəşəng bir salat da var, mənim kanalımda var, öz mağazını göstərmişəm. Yaşıl mərci pişirirsəm, sonra suyun üzərində, onun üzərinə pomidor, xiyar, biber, göyərti falan doğrayıb, qəşəng bir salat alır. Biraz onu alma sirkəsi, biraz da zeytun yağı əlavə edilsin, olur qəşəng bir salat. Çox əla bir şeydir. Mən özüm bunu tez-tez hazırlayıb yeyirəm. Çox gözəl yeməli şeydir.
Çalışın ki oruç zamanı bunu istifade edeyim. Sonra yeni deyilmə çox da aşırı vaxt uzanmaq istəmirəm. Özümü yoruram. Düzləri oruç deyirəm. Ayın 19'unda olacak inşallah. Çalışın ki o iftar başında ise iftarda çok yemeyin. Bazı adamlar var ki o iftarda başına kadar oturup yiyirler. Bu işi oruç değil. Bu artık oruç sayılmır. Yani bu vakti değişmir diye bir gündüzden gecen sen salsan. Gece yesen günde bazı adam var ki bütün günü yatır. Düz yatmaz da o ibadet ancak ki e, daha çok faal olsanız da daha çok işle meşgul olsanız işe gitmeye lazım. Kim işlemişse de ondan mesela müəyyən bir işler kitap okusun, mesela bir işle meşgul olsun ki günlük faydalı geçirsin. Sonra bir şey demək istəyirəm ki, ikinci bir mövzuya qayıtmaq istəyirəm ki, indi hal-hazırda cəmaatın əksəriyyəti xəstədir. Yəni, demək olar ki, əksəriyyətdə buxar tənəffüs yollarının xəstəliyi öz görmək və həmin öz görək buna təsadüf olmur. Bunun olmasın deyə təbii ki, orada olmalı, bu da olmalıdır. Çünki eğer insan xəstə olursa məcburdur ki, dərman içməyə, ona görə də orucunu batıl eləməli olacaq. Əsasən də uşaqlarda var bu öskürəklər. Bu da məktəbdən başlayan yarın. Ona görə də çalışın ki, təbii vasitələrlə demək ki, özünüzü və evladlarınızı sağalın. Demək ki, öskürəyin qarşısı almaq üçün bərabər vasitə kimi şam bəhməcinə, şam ağzına, qozusunun ağzına bəhməcindən istifadə etmək çox məsləhətdir. Bu çox gözəl təsir edir. Ondan başqa var keçib boyunuz bəhməci. İndi bir keçib boyunuz bəhməci istəsə, ya o Türkiyədə istəsə onu bura gəlir. Keçib boyunuz bəhməci, onun tərkibində var propolis və zencəfil. Çox əla bir şeydir, çox əla bir şeydir, əvəz olmaz bir şeydir. Ondan sonra bəzi bitkilərdən istifadə etmək. Mesela bənövşə bitkisindən pay yarpağı, ixinasiya, çökə, kəhil otu, bu kimi bitkilərin də qarşılığında bir çaylarını içmək demək ki, öskürəyə çox yaxşı kömək edir və bərhamı təmizləyir. Belə təbii antibiotik, bunlar təbii antibiotiklər sayılır da, bunlardan istifadə edir. Sonra bir dənə də şey var, qədimdən bəllidir ki, ağ topun içərisine olurlar, orada bal tökürlər və sonra həm balı qaşı-qaşı içirlər ki, bu da öskürək çox yaxşı kömək edir və öskürək kəsir, bərhamı təmizləyir. Bir daha hamımızı qarşıdan gələn Ramazan ayının başlaması münasibətilə təbrik edirəm. Hamıya möhkəm can sağlığı dilerim. Allah orucunuz olmasını qəbul etsin inşallah. Allah hamıya can sağlığı versin. Nə niyyətləriniz olsa Allah qəbul etsin. Hamıya da bir daha deyirəm ki, hamıya möhkəm can sağlığı arzu edirəm. Ehtiyatlı olun və bu Ramazan vaxtı xəstələnməyin. Çünki qışda oruç tutmaq bir dərəcə asandır, bir də çetinliyi də var ki, hava soğukdur. Asan ne oldu ki gün bazı da yeni hava tezi kararı ve iftar başlayıp. Ancak hava soğuk olduğuna göre adamın test olur diye hastalanma riski de vardır. Ona göre de çalışın ki hastalanmayasın ve bir daha diyelim ki oruç vakti çalışın aktif her türlü bütün gün uzanmayın, yatmayın. Hareketli olun, gezin, dolanın, iş görün. Allah orucunu kabul etsin inşallah. Bugün bu kadar. Gelen görüşene kadar. Yani iki Ramazan ayında bir devresinin görüşeceğim. Kim kanala abone değil, kanala abone olsun. Ve bir euro beğenin paylaşın daha sonra da faydalansın. Gelen görüşene kadar. Herlik.